Həzrət Fatimənin mövludu niyə qeyd olunmalıdır məsələn? Bəli. Nə əhəmiyyət kəsb edib görəsən? Əgər doğrudan da bu yolun yolçusunun həyatında bir zərrə nöqsan olsa, nöqsanı adam istəyər ki, heç vaxt onu heç kim araşdırmasın. Bu şəxsiyyətlərin mövludu buna xatirdir ki, şəhadəti buna xatirdir ki, bunların həyatında heç bir nöqsan yoxdur. Biz nümunəni istiriksə təqdim edək. İmam Sadiq əleyhissalam deyir ki, bir nəfər dünyadan köçəndə Həzrəti Peyğəmbərlə Həzrət Əli əleyhissalam mütləq şəkildə onun başı üstünə gələr. Bəli. Hamısında qalmaz, amma gələr mütləq. Bəli. Ravi deyir, soruşdum, səbəb nədir yaxı görəsən? Əlbəttə biz bunu elə əqli dəlillərlə də araşdırsaq, məsələ budur ki, axir vaxtında da, ömrünün son vaxtında da olsa insan bir dənə insanlığın o nümunəsini görməlidir. Ki, insan belə olar. Bəli. Mövlud buna xatirdir, şəhadətin qeydi buna xatirdir ki, insani nümunə var ha həyatda. Bu adam nümunə olub. Bu adam hali həyatında 18 il ömrü sürüb. 6 ya 7 yaşında 3 il Əbu Talib dərəsində 3 il o adsızlıq dövründə uşaq ikən bu adam zəhmət çəkib. Heç vaxt bir zərrə Allaha şikayətini bildirməyib. Nübüvvətin sahibi Peyğəmbərlə bərabər dərədə adsız yatıb. Nə üçün? Səbəb nə olub? Allahın dini kamil formada insanların arasında tanına bilsin. Nümunə cəhətindən bütün dünyaya nümunə olan bir varlığın, mövludun və şəhadətin qeyd eləmək, yada salmaq hər bir insanlıqda pay olanın vəzifə borcudur. Bu heç kimin məzhəbinə aid deyil. Bəli, bəli. Kim ki insanlıqda özünə pay görür, özün insanlıqda bir yer kimi, özünə insanlıqda bir yer alır, orada ki özündə bir yer hiss edir ki, mənim də insanlıqda filan qədər bu məsafədə ki özümə yer eləmişəm, o adam Həzrəti Fatimənin doğrudan mövludun və şəhadətin qeyd eləyər. Və indi görün, dünyada insanlar nə qədər azğınlaşıb ki, özləri bu nümunələri danışmırlar, yaşamırlar, əksinə əleyhin danışırlar. Niyə görə məsumların düşmənləri tarixən çox olub? Çünki öz həyatın nöqsanını və öz həyatın xilaf yaşayan adamlar istəməzlər nümunələr görsənsin.